Уважаемые пассажиры, займите свои места, пожалуйста. Не вставайте, не растягивайте ремни безопасности. Uçuş təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus Airbus 320 təyyarəsinin kapitanı Sankt-Peterburq-Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən geri qayıdaraq Pulkova hava limanına eniş etməyə qərar verib. Bu barədə Azal məlumat yayıb. Bildirilib ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib. Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən Sankt-Peterburq hava limanında fövqəladə və xilas etmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkova hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş enmə zolağındakı cüzi kənara çıxıb. Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub, xəsarət alan yoxdur. Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər Azal təyyarəsi göndərilib. Azal sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirib, Pulkova hava limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir deyə aviaşirkətdən bildirilib.